Burada modulda x kvadrat 109 bərabərdir A həllinin həll sayı 4-ə çevrilən A parametri üçün verilmiş ifadəni sadələşdirdik. Bunu həll eləməyin ən sadə yollarından biri qrafik üsuludur. Ona görə mən x kvadrat 109 modulda onun qrafikini qururam. X-in kvadratı çıx 9-un qrafiki gəlir, mənfi 9 çəkir bura və formada bir parabola almış olacaq. Bu parabolanın deməli, modul olduğuna görə bizdə mənfi qiymətlər alınır. Ona görə də mənfi hissəni simmetrik olaraq müsbət hissəyə çevirəcək. Yəni, buranın mənfi hissəni silirəm. Artıq bu formada əldə edə belə. Bu nöqtələrdə bilirik ki, x kvadrat 9 bərabər 0, x bərabər mənfi 3 nöqtələrdir. Deyir ki, təyin həll sayı 4-ə çevrilir. Nə zaman təyin həll sayı 4-ə? Buradan məsələn, baxın, düz xətt keçsəm, düz xətt. Görürəm ki, 4 dənə həll olur. 1, 2, 3, 4. Eyni zamanda buradan da keçsəm 4 dənə həll olur. Buradan da keçsəm 4 dənə həll olur. Buradan da keçsəm 4 dənə. Ta ki, qədər bu nöqtədə. Bu nöqtədə mənfi 9-da simmetrik olur. Bu 9-a çevrilir. Buradan keçsəm 4 dənə həll olacaq. Ta ki, 0-dan 9 arasına qədər haradan düz xətt keçsəm 4 dənə həll olur. Ona görə deməli, bizim alımımız 0-dan 9 arasında dəyişir. İndi buna uyğun olaraq biz modulumuzu açacaq. 0-dan 9 arasında hər hansı bir ədəd götürsək, məsələn, tutaq ki, götürər 5. Modulda qoysaq, görəm ki, modul mənfi edəcək. Burada yenə qoysaq, görəm böyle mənfi kimi açılacaq. Onlar açılan mənfi A-18. Bu mənfi kimi açılacaq, mənfi dəyəcək müsbət olacaq, A-10 olacaq. Bu da bərabərdir. Mənfi A plus 18 plus A minus 10. Bu da bərabərdir. A'lar getdi, 18-dən də 10 sınıf cavab olaraq 8 almış olaraq.